Choose the correct variant. Doğru variantı seçin. Biz zaman zərflərinə əsasən düzgün zaman təyin edəcəyik variantdan. Və birinci cümləmizdə Lisa usually tea in the morning. Usually adətən indiki sadə zamanın zaman zərfidir. Bu isə feilin, yəni məsdərdən to'nun atılması ilə yazılan bir xəbər olmalıdır. A variantında is drinking indiki davam edici zamandır. D variantında is drinking indiki davam edici zamandır və zaman zərfi ilə uzlaşmır. Bizim mübtədamız Lisa üçüncü şəxsin təki olduğu üçün xəbərimiz S qəbul edəcək. Y variantında isə drink cəmdə yazıldığı üçün səhvdir. B və C variantında hər iki hissədə, yəni drinks deyə qeyd olunmuşdur. Bu həm indiki zamanda, həm də xəbər uzlaşmasına görə düzgün versiyadır. İkinci tərəfdə isə bizim zaman zərfimiz now indi, indiki davam edici zamana aiddir. Və indiki davam edici zamanımızda to be'nin forması, daha sonra isə verb ing, yəni feilə ing əlavə etməklə düzəlir. Bu isə C variantında doğru cavab kimi verilmişdi, is drinking şəklində. B variantında isə drinks indiki sadə zaman olduğu üçün doğru deyil. Lisa usually drinks tea in the morning. Lisa adətən səhərlər çay içir. But now she is drinking coffee instead. Lakin indi o onun əvəzinə kofe içir. Zaman zərfinə görə qeyd etdiyimiz kimi doğru cavabımız C variantında göstərilmişdir.